Ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli təlim keçən müdavimlərlə görüş keçirilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli təlim keçən müdavimlərlə görüş keçirilib. Tədbirdə Kəlbəcər rayonunun Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin şöbə müdiri Anar Aslanov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov iştirak edib. Görüş çərçivəsində qənnatçı, şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisant ixtisasları üzrə təlimlərdə iştirak edən müdavimlərin əvvəlki təcrübələri və qazanacaqları biliklər müzakirə edilib. Təlim iştirakçıları proqramın onlara verdiyi imkanlar və peşəkar inkişaf perspektivləri haqqında öz fikirlərini bölüşüblər. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə qayıdışla bağlı 1-ci qayıdış dövlət proqramı icra olunmaqdadır. Orada Elm və Təhsil Nazirliyinin yanındakı Peşə Təhsili Dövlət Agentliyi tərəfindən qayıdan əhalinin, məcburi köçkün düşmüş əhalinin qısa müddətli təlimlərə cəlb edilməsi prioritetlərdən olaraq biri olaraq müəyyən edilmişdir. Burada əsas hədəfimiz bizim dövrün sonuna qədər 5000 şəxsin qısa müddətli təlimlərə cəlb edilməsidir. Bu təlimlər soruşulsa ki, nə verir? Bu təlimlər bizim qayıdan əhali üçün dövlət nümunəli sənədlərin verilməsini və hansı ki, bu sənədlər, dövlət nümunəli sənədlər, qısa müddətli kursları uğurla başa vuran müdavimlərə verilən sənədlər həmən şəxslərə məşğulluq imkanları yaradır. Çünki bu məşğulluq imkanı, dövlət nümunəli sənədlər həmin şəxslərin ərazilərə qayıtdıqdan sonra məşğulluq imkanlarının yaralanması üçün çox vacib, önəmli rol oynayacaqdır. Qeyd edək ki, Gəncə şəhərində məskunlaşan 100 nəfər məcburi köçkün, qənnatçı, şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisant ixtisasları üzrə ticarət xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli təlimlərə cəlb edilib. Qısa müddətli təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək müəyyən edilir. Təlim proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi böyük qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Burada təlimlərə qatılmışam. Ailəmlə bir yerdə. Yəqin ki, Kəlbəcərə köklə əlaqədar olaraq orada işlə təmin olunmaq üçün bura qatılmışıq da. Biz də bu təlimlərə qatıldıq. Çox gözəldir, yaxşıdır, müəllimələr də yaxşıdır, hər şey yaxşı gedir. Allah qoysa da Kəlbəcərdə bu işləri gedib orada eləyərik. Ümumilikdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində böyük qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində keçirilən qısa müddətli təlimlər 8 peşə təhsil müəssisəsindən 42 ixtisas üzrə keçirilir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər Portal Eduaz platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər. Günel Zülfüqarova, Adil Abbasov, Bugün informasiya proqramı üçün.